İsmayıl rayon polis şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçirilib. Tədbirlərlə əvvəllər dərmanoloji əmələ görə məhkum olunmuş 44 yaşlı Rəşad Mazurov saxlanılıb. Ondan 10 kiloqram marixuana aşkarlanıb. Araşdırmalarla saxlanılan şəxsin həmin narkotik vasitələrin satış məqsədi ilə meşəlik ərazidə gizlətdiyi müəyyən olunub. Keçirilən digər əməliyyatlar zamanı isə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan 36 yaşlı Paşa Usubov tutulub. Onun yaşadığı ünvandan 31 ədəd kultivasiya edilərək yetişdirilən səthənak yolu aşkarlanıb. Faktlarla bağlı cinayət işləri başlanılıb. Hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.